Payız fəslində həm söhbətimiz xanım Babayeva ilə elə öz evində görüşmək nəsib oldu. Aylardır yetişdirdiyi ağ qızlı tədarük edərək təhvil verib. Söhbətimizin əvvəlində məlum oldu ki, xanım nənə bu il nə az, nə çox düz 20 hektar sahədə pambıq becərib. Deyir ki, torpaq canlıdır, ona necə davransan, o da sənə elə cavab verər. Zəhmətkeş nənə hazırda olduğu təsərrüfat rəhbəri məqamını isə fəhləlikdən gəlib çatdığını bildirir. Milmuğanın qızmar düzlərində yarım əsrdən artıqdır ki, çalışan, ömrünün 56 ilini bu sahəyə sərf edən xanım nənə deyir ki, torpaq bir canlı kimidir. Sanki onunla danışmaq ona dərdini demək olur. Mən əməkdar kənd təsərrüfatı işçisinə layiq görülmüşəm. Heydər Əliyevin 100 illiyini medalı ilə layiq görüşmüşəm. Başqa orden medallarla, Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşəm. SSR Dövlət Mükafatı laureatına layiq görülmüşəm. Əmək Şöhrəti ordeninə layiq görüşmüşəm. Sonra medallarla qızıl, bürünc, gümüş medallara layiq görülmüşəm. Yəni zəhmətimə yaxşı qiymət verilib. Zəhmətimə qiymət verildikcə mən də həvəslənib çox yaxşı işləmişəm. Çalışmışam ki, o zəhmətimin bəhrəsi məndə yerinə yetirim. Hər il olduğu kimi bu ildə 20 hektar sahədə pambıq becərən xanım nənə ilk yığımda hər hektara 50 sentner, ikinci yığımda isə 10 sentner məhsul olmaqla hər hektara 60 sentner məhsul tədarük edib. Xanım Babayeva uzun illərin zəhmətinə görə müxtəlif orden və medallarla təltif edilib. Təcrübəli pambıqçı olan xanım Babayeva Qırmızı Əmək Bayrağı, Əmək Şöhrətli ordeni ilə təltif edilib və 1983-cü ildə kənd təsərrüfatı texnologiyalarının inkişaf etdirdiyinə görə SSR dövlət mükafatına layiq görülüb. Bundan başqa bürünc, gümüş, qızıl medallarla təltif edilib. Müstəqillik illərində isə fermer, təsərrüfat rəhbəri olan əməkdar kənd təsərrüfatı işçisi adına layiq görülüb və medalla təltif olunub. Eyni zamanda təqaüdlə təmin edilib. Həmçinin xanım nənəyə Heydər Əliyevin 100 illik yubileyi medalı təqdim olunub. Bundan başqa Heydər Əliyev mərkəzində BMT-nin Cenevra bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının dəstəyi ilə keçirilən Çağırışın 17 siması adlı sərgidə adı çəkilən 17 xanımdan biri də məhz xanım Babayeva olub. Könül Kazımova, Aydın Yavərzadə, Həcər Həsənova bugün informasiya proqramı üçün.